Deməli, trigonometrik funksiyalardan birinci bölmədən başlayacaq. Dərəcə, radian, qarışıq sualların hər birinə baxacaq. İlk öncə baxırıq birinci suala. Dərəcə, radian. Dərəcəni radiana çevirmək üçün üstə üzərindən qaydanı izah edəcəyik. 180 dərəcə. P 180 deyəcəksiniz. 40 dərəcəyə nə deyəcəksiniz? X deyək. Tənasüb edib hesablayacaq. Bəs radianı dərəcəyə necə çevirirsiniz? 180 dərəcə. Yeni yerinə nə qoyursunuz? 180 qoyub hesablayırsınız. Aydındır. Mən sadəcə göstəriş verəcəm, axıra çatdırmaq sizlikdə bölmə çıxmaq. Baxdıq cədvəl qiymətinə. Uşaqlar, sinüsün 180-dakı qiyməti neçədir? Bax, 180 xüsusi hallardır. 180 buradır. Burası 0-dır, bura 180-dır. 0. Sinüs burada da 0 olur. 360-da da 0 olur. 180-da da 0 olur. Demək, sinüsün 180-dakı qiyməti neçədir? 0-dır. 3 vurursun 0. Kosinüsün 180-dakı qiyməti neçədir? Kosinüs x oxudur uşaqlar. Burada 1 olur, burada mənfi 1 olur. Yəni sol tərəfdə 180-də mənfi 1 olur. 4 vuraq mənfi 1. 180 dərəcə. Üstə gəlsin. Tam 145-in qiymətini bilməlisiniz neçədir? Cədvəl qiyməti 1. 1. Gəldik böyük bıçaqlara baxaq. 3 bir bölünsün 2 nə demək əslində? 180 dərəcə. Yəni ki, 180-də 2 bölsə nə verər? 90, vursa nə verir? 270. 270 hansı oxu göstərir? 90-dan 270 hansı oxu göstərir? Y oxunu göstərir uşaqlar. Deməli, 270-də kosinüsün qiyməti neçə olar? Kosinüs hansı qiymətdir? 0. Kosinüs x-dir. Kosinüs burada da 0 olur, burada da 0 olur. Onda yazdım nə? 5 vurursun, 0 çıxılsın, 2 vurursun, sinüs. Səncə sinüs burada nə olar? Sinüs y deməkdir. Sinüs burada 1 olar, 270 aşağı düşər. Aşağıdan nə olar sinüsün qiyməti? Mənfi 1 olar. 2 vurursun, mənfi 1. Kotanlis pi bölünsün 4, 45 dərəcədəki qiyməti, cədvəl qiymətini əzbərləməlisən 1. Sinüs 60-ın qiymətini hər kəs onsuz da bilir. Neçədir uşaqlar? Kosinüs 30-un qiymətini hər kəs bilir. O da 2/2-dir. Vurursun, tanlis 60-ın qiyməti neçədir? 2/3. Bu misalda deyək ki, bu qiyməti hesablayaq. Pi böl 4 neçə deməkdir? 45. 45 2-yə bölsən nə verir? 90. Kosinüs 90-dakı qiymət neçədir? Kosinüs uşaqlar, burada və burada mütləq nə olmalıdır? Kosinüs x deməkdir. Kosinüs burada və burada nədir? 0-dır. Orada sinüs 0-dır. Kosinüs x deməkdir uşaqlar. X-in üzərində y 0 olar. Y-in üstündə x 0 olar. Onun cavabı olur 0. Çıxılsın. Deməli, bu pi böl 4-ü burada yerinə qoysan. Pi böl 4-ü 4-ə vursan nə baş verər? Hə? 4-də ixtisar edər, pi qalar. Sinüs pi-də. Pi-də qiyməti neçədir? 180-dakı sinüsün qiyməti neçədir? Sinüs y oxu deməkdir. Ona görə də x oxu üzərində həmişə nə olmalıdır? 0 olmalıdır. Çıxılsın, tanlis pi böl 4 standart qiymətdir. 45 dərəcə qiymətdir. Bu da 10 kimidir. Biz bir şey keçmişdik. Pi böl 6. 90 dərəcə olanda dəyişiklik. Ad dəyişməlidir. Birazdan göstərəcəm. 180-də 6-ya bölsən. 2-ni 30-a vursan nə verir? Kosinüs 60-ın qiyməti neçədir uşaqlar? Kosinüs 60-ın qiyməti 2-də 1-dir. Sinüs 3-ü vursan pi böl 6-ya. Pi böl 6-ın çevirən nə baş verir? Pi böl 2 var. Pi böl 2-dəki qiymət neçədir? 1 çıxılsın. Bunu 6-ya vursan nə verir? Pi. Olur tangens pi. Tangens pi-dəki qiymət neçədir? Tangens 180 uşaqlar. Sinüs 180 bölünsün nə deməkdir? Kosinüs 180 deməkdir. Sinüs 180-ın qiyməti neçə idi? 0. Kosinüsün qiyməti isə mənfi 1 idi. 0-ı da mənfi 1-ə bölsən, mənfi 1 var. Cədvəl qiyməti. 8-ci suala baxırsınız. Sinüs alfa deyir, diqqətlə baxırsınız. Sinüs nəyə nisbətidir? Qarşıdakı katetinin hipotenusa nisbətidir. Onda nə yazmalıyam? A bölünsün C. Bəs kosinüs alfa nədir? Bunlar bitişən katetin nisbətidir. B bölünsün C. Onda sürətdə nə olacaqdır? A, B məqsəsi. C ilə C vurana nə verildi? Səhv var. Burada cədvəlləri görürsünüz, bunların qiyməti fərqlidir. Müqayisələrdə nə etməlisiniz? Keçən dəfə deməmişəm, göstərim. Uşaqlar, birinci işarəyə baxılır. Tamam. İkinci, artma azalmaya baxılır. Nəyə baxılır? Artma azalmaya. Deməli, birinci işarəyə baxaq. 243 dərəcə. Neçənci rübə düşür? 243 dərəcə. 270 çırp idi. 270-dən geri qayıdıb da bu, hə? Neçənci rübə gedibdir? 3-cü rübə. Bəs 350 neçənci rübdədir? 360 çırp. 354-cü rübdədir uşaqlar. 243 270-ə çatmır. Demək neçənci rübdədir? 350 isə 270-i keçir. Neçənci rübdədir? Kosinüs harada müsbət idi? 1-4-də müsbət idi, 2-3-də nə idi? Mənfi. Deməli, bu 4-cü rübün bucağıdır. Bu 4-cü rübün bucağıdır. 4-cü rübdə bu müsbət olur, bu mənfi olur. Hər halda müsbət mənfidən nə olacaqdır? Böyük olacaqdır. Hə, B sıfırdan nə oldu? Böyük oldu. Bəs A sıfırdan nə oldu? Hansı variantı oldu? İşarə istəyir, müqayisə istəmirdim. Mən müqayisə kimi oxudum. Bildiniz işarə necə tapılır? Kosinüs deyəndə nəyə baxılır?
X oxuna. X ox harda müsbətdir? 1-4-də. Harda mənfidir? 2-3-də. Sinus deyəndə hara baxırsınız? Y oxuna nə deməkdir? 1-2 müsbət, 3-4-də mənfidir. Bunları yaxşı öyrənin. Sonraki hissələrdə sürət keçəcəm, artıq gözləməyəcəm. Pi bölü 6 neçə elədir? 30. Kosinus 30-un qiyməti neçədir? Kosinus 30-un qiyməti kökdə 3 bölünsün ki, və sinus 30-un qiyməti neçədir uşaqlar? 2-də 1. Bunu belə yadda saxlayın. Birini mən sizə deyim, o sizlər istəyir öyrənin. 30 var, 45 var, 60 var. Bax, sinus 30-un qiyməti, şifa yadda saxlamağı deyirəm. O yazmağı demirəm. Kökdə 2 bölü 2-dir. Bəs o birisi neçə idi? Kökdə 3 bölü 2-dir. Uşaqlar, mən sizə 90'ı tamamlama qaydası keçində demişdim. Demişdim ki, sinus 30 90'ı tamamlamaya görə elə nə deməkdir? Kosinus 60 deməkdir. Sinus 45 dərəcə. Elə 90'ı tamamlama qaydasına görə nə deməkdir? Kosinus 45. Yəni sinus 45 ilə kosinus 45'in qiyməti nədir? Eyni şeydir. Sinus 60 90'ı tamamlamaya görə nə deməkdir uşaqlar? Kosinus 30 deməkdir. Mən sinus 30'un qiymətini bilirəm. Sinus 30'un qiyməti neçədir? 2-də 1'dir. Sinus 30 həm də nə deməkdir? Kosinus 60 deməkdir. Yəni sinus 30 2-də 1'dirsə, onda kosinus neçə 2-də 1'dir? Kosinus 60 2-də 1'dir. Sinus 60 kökətdə 3 bölünsün 2'dirsə, onda kosinus 30'dan nə olacaq uşaqlar? Kökdə 3 bölünsün 2. 30-60 edib yerini dəyişirəm. Kəllə maynalıq edirsən, alınır. Ciddi bir şey yox. Onca onları əzbərmək elə bir ölmüş deyil. Məsələn, bu neçəni göstərir bizə? 30. Sinus 30'un qiyməti neçə olur? Aha, 2-də 1. Bu alfanı 30'u burada yerinə qoysan. Kosinus 60 deməkdir. Kosinus 60'ın özü nə deməkdir? İndi dedik. Kosinus 60'ın özü yenə sinus 30 deməkdir. O da 2-də 1 deməkdir. Yəni birini əzbərləyirsən, o üstlər düzəlir. Elə bir ölmüş yox. Burada başqa məsələlər var. Bunu dedik də, bu qiymət neçədir? 2-də 1. 2pi nə deməkdir? 360. Kosinus hansı oxdur? X olur. Kosinus buralarda nə olurdu? Kosinus buralarda 1 olurdu. Buralarda nə olurdu? Mənfi 1 olurdu. Deməli, kosinus 2-1-dəki qiymət neçə oldu uşaqlar? Oldu 1. Üstə gəlməlisin. İşte bu kvadrat səni çaşdırmasın. Normal qiyməti hesabla üstünə kvadrat qoy. Normal qiyməti hesabla üstünə kvadrat qoy. Pi bölü 6 neçə edir? 30. Hə, indi gəl mən sizə tangens söylədim. Tangesində kotangesi yadda saxlayın. Tangesin qiymətləri çox asandır. Tangesin 30 qiyməti 1 bölü kökətdə 3'dür uşaqlar. Tangesin 60 qiyməti bunun tərsidir. Yəni nədir? Kökətdə 3. 45'in də qiyməti zaten neçədir? 1. Mən tanges 30'u bilirəm. Tanges 30 neçədir? Tanges 30 səndə nə deməkdir? Tanges 30 səndə nə deməkdir? Kotanges 60. Tanges artan funksiyadır, azalan funksiyadır. Tanges həmişə, baxsaz bura başa düşəcəksiniz. Tangesə bax. Tanges. Bir dənə bax, bu qiymətdən bu qiymətə gedir. Bu ədədlər artır, azalır, uşaqlar artır. Tanges artan funksiyadır. Mənim yadımdan çıxanda ki, hansı 1 bölü kökətdə 3, hansı o birisidir. Buraya yazıram 30, bura 60. Deyirəm ki, bunlardan biri 1 bölü kökətdə 3 idi, biri məsəl üçün kökətdə 3 idi. Deyirəm ki, kökətdə 3 hər halda böyük olacaqdır. Onda bunu atım bura, onda götürüm bunu atım bura. Yəni şifahi olaraq beynimdə bunları çevirə bilirəm. Cədvəl əzbərləməyə ehtiyac yox, baxmağıma ehtiyac yox. Nəysə, gəldik qaldıq burada. Pi bölü 6 neçə eləmişdi kotanges? Hə? 30. Kotanges 30 nə deməkdir? Tangens 60. Tangens 60'ın qiyməti neçə idi? Kökətdə 3 idi, üstünə nə qoydum? Kvadrat qoydum. Üstə gəlinsin, 4 vurursun. 3 pi bölü 2. 3 pi bölü 2 neçə dərəcə deməkdir? 270. 270'də sinus hara düşür? Bu hissəyə. Sinus burada nə olur? Sinus burada 0 olmuş uşaqlar. Kosinus 0 olur. Bu y toxudur. Kosinus burada 0'dır, sinus burada 0'dır. X ilə y 0 olur, y ilə x 0 olur. X ilə kəsişəndə y 0 olur, y ilə kəsişəndə x 0 olur. Qarışdırmayın. Bunun qiyməti neçə olacaqdır? -1. Sonra neçə eləyəcəkdir uşaqlar? Çıxılsın. Bunu zaten dedik də, bu heç vaxt dəyişmir. Bunun qiyməti neçədir? 1. Sinus pinin qiyməti neçə olacaqdır? Sinus burada və burada mütləq nə olmağa məcburdur? 0 olmağa məcburdur. 3 vurursun 0. Bunu bir dəfə yolunu göstərdim ki, qalan dəfə artıq şifa edib keçməliyim. Başa düşürsünüz də yəqin ki bunlara. Gördünüz də bunu yəqin ki hər halda. Uşaqlar, bu məsələdə cədvəl qiymətlərini yerinə qoyub kvadratını hesablaya bilərsiniz. Pi bölü 6 nə verir sənə? Hə? 30 dərəcə. 2'də 1'in kvadratı olacaq 4'də 1. Pi bölü nə verir sənə? Kosinus 60 sinus 30 nə şeydir, hə? O da 2'də 1. Bu da 2'də 1'in kvadratı nə verir? 4'də 1. Pi bölü 4'ün qiyməti neçə idi? Sinus 45'in qiyməti nə idi? Onun kvadratı. Tangens pi bölü 60'ın qiyməti neçə idi? Kökdə 3'ün nəyi? Kvadratı. Kotangens pi bölü 6 elə tangens 60 deməkdir. Tangens 60'ın qiyməti nə idi? Kökdə 3'ün kvadratı. Siz də aç hesabla davam edəcəksiniz.
Çətin olmayacaq. Burada siz iki şey bilməlisiniz. Bilməlisiniz ki, trigonometri funksiyalardan bir dənə kosinus cütdür. Yəni onu bilsəz bəs edir. Yerdə qalanlar nədir? Təkdir. Yəni bu neçə deməkdir? 180 3-ə bölsəz. Nə deməkdir? Mənfi 60. Vurusun nə oldu burada? Tangens neçə oldu uşaqlar? Mənfi 60. Mən nə edim? Yerinə qoydum. Kosinus cüt funksiyadırsa mənfini yeyir. Mənfini yeyir burada nə qalır? Qalır kosinus 60. Burada nə qalır? Mənfi tangens. Mənfi hara ötürür qabağa? Tək funksiya mənfini hara ötürür qabağa? Tangensin özü nə deməkdir? Tangensin özü sinüs bölünsün kosinus demək. Tangens nə deməkdir uşaqlar? Sinüs böl kosinus. Mən belə yazsam, bunlar gedər, getməz. Gedər, qalar mənfi sinüs 60. Sinüs 60 nədirsə yaz, qabağına mənfi qoy. Mənfi köklü üstünürsün ki. Aşağı düşülür də, kosinus cüt funksiyadır. Mənfini yer, tangensi ötürür qabağa. Məsələn, burada sənə deyir, eyni şeydir. Bəs bunlardan hansı cütdür? Bunlardan. Burada heç biri cüt deyil. Amma kotangens asıl. Burada hər ikisi mənfini hara ötürəcəkdir? Qabağa. 2 dənə mənfi nəyə çevirəcək? Kotangens nə deməkdir? Kosinus böl sinüs. Bunlar getdiyi yerdə qalacaq kosinus nə? 2 bölünsün. Onu da qiymətini 2 bölünsün. Burada normalda hesablayaram. Sonra qabağına mənfi qoyaram. Tənasüb necə idi dərəcələmə deyəni çevirməsə? 180-də nə yazmalıyam? Pi. 75-ə nə yazmalıyam? Uşaqlar x yazmalıyam. Qabağına mənfi qoyaram. Eləmə, gedəməyəsən. Müsbət mənfi deyirsə, rüblərdən danışır uşaqlar. Kosinus harada müsbət oldu? Burada müsbət, harada mənfi oldu? Burada mənfi. Sinüs harada müsbətdir? Yuxarıda, harada mənfidir? Tangens harada müsbətdir? Tangesdən kotangens eyni şeydir. 1 üstdən müsbət, 2 4-dən nə olacaq? Mənfi. Dərs təşkillanmış oluruq. Baxaq burada, aldadıcı şeylər var. Aldadıcı şeylər nədir? Bunun üstündə nə yoxdur? Yumrucu dərəcəsi yoxdur. Demək bu nədir? Radiandır. Bunda radian dərəcə çeviririk. Mən bunu təxmin neçə götürməliyəm? Təxmini götürməliyəm. Kosinus neçə dərəcə uşaqlar? Kosinus 57 dərəcə. 57 dərəcə neçənci rübdədir? Birinci rübdə işarəsi nə oldu uşaqlar? Oldu müsbət. Düzdürmü? Uşaqlar, birinci rübdə işarəsi müsbətdirsə, baxırsınız. İndi gəl digərlərinə baxaq. 154 neçənci rübdədir? İkinci rübdə işarəsi. 4-cü dərəcə var yoxsa yoxdur? Onda nə eləmək lazımdır? 4-ü 60-a vursan 240. Həmən 57-yə vurmuram. 60-a vurub biraz kiçik edirəm. Niyə vaxt edirəm ki, 57-yə vurmaq məni görür. 4-ü 60-a vursam neçə eləyək? 240 deyirsə, bu 240-dan biraz balacadır. 3-cü rübdədir. İşarəsi mənfi. Böyük uzaqlarda demişdik. Sinüs kosinusda 360-a bölüb qabağa götürürəm. Tangens kotangesdə bunu 360-a bölsən nə qədər eləyər? 360-a bölsən, 900 360-a bölüb qabağa götürməlisən. Böyük uzaqların hesablanması. 2 dəfə çıxar olar 720. Olar 720. Çıxanda nə qədər qalacaqdır burada? 180. Bu deməli kosinus 180 demək. Kosinus 180-də nə olurdu? Dedilər, kosinus 180-də nə olur? Mənfi olur. 0-dan 360-da nə olur? Müsbət olur. İkiniz burada olsun. Yəni bu da oldu mənfi. 259 dərəcə neçənci rübdədir? 3-cü rübdəki işarəsi nə olacaq? Mənfi. Çətin olmadı. Bu suallarda sən nə eləməlisən? Bu suallarda sən cədvəl qiymətini bilməlisən. Sinüs bu qiymət nə vaxt alır? 60-da. Təkcə 60-da almır. Sinüs harada müsbətdir? 1-2-də müsbətdir. Sinüs həm 60-dakı uşaq 3/2-ni alır, həm də onun qonşu bucağında. Yəni neçənci bucaqdan söhbət edir? 120 dərəcə. Sinüs həmişə belə olur. Bir özü olur, bir də ki, nə olur? Qonşusu olur. Kosinus belə deyil, kosinus göstərirəm sizə. Bəs yaxşı, kosinus kökdə 3/2 ilə vaxtlar sualı dəyişim. Kosinus 30'da bir də müsbət olduğu rübü deməlisən, uşaqlar. Müsbət olduğu rübü desən bizələr. Kosinus harada kökdə 3/2-ni alır? 30-da. Kosinus sonra harada müsbətdir? Harada müsbətdir? Uşaqlar, kosinus x oxur. X oxur harada müsbətdir? 1/4-də. Onda sən bunu 4-cü rüb qarşılığını tapmalısan. Belə 30-dursa, belə də 30 olmalıdır. Yəni ki, sən sadə əqrəbin əksinə fırlanıb gəlməlisən də. Cavab neçə dərəcə olmalıdır? 30 deyil, yox. Ağlı. 300. Bu, 360. beləsinə 30-dur. Səncə geriyə gəlib çıxanda bu hara gəlib çıxır? 360-dan çıxdı 30-u. 330 dərəcə. Kosinus kökdə 3/2 nə vaxt aldı? Aldı kökdə 3/2-də. Bir də nə vaxt aldı? 330-da. Niyə belə oldu ki? 1/4-də müsbətdir. Birinci rübdə sən buna nə deyirsən? 30. Bəs 4-cü rübdə nə deyə bilirsən? 4-cü rübdə, uşaqlar, belə hərəkət edəndə müsbəti olur, belə hərəkət edəndə mənfi olur. Bu əslində nə deməkdir? Bu əslində mənfi 30 deməkdir.
Mənfi 30 nə deməkdir? 360-dan 30 çıxmaq deməkdir. Demək, kosinus harada biz kürtdə 3 bölçünü aldı uşaqlar? 30-da aldı. Bir də ki, bir də bu periodları var. Periodları başqa məsələdir. Gəl bir dənə tangensə baxaq. Yazıram tangens alfa bərabər kökətdə 3. Tangens kökətdə 3 nə vaxt alır? Hə, alim, tangens kökətdə 3 nə vaxt alır? 60 dərəcədə artan funksiyadır. Yaxşı, tangens 60-da alır. Sonra sizdə harada alır? Buyur, 1.60 yazdım. Bir də neçənci rübdədir? 3-cü rübdə. Yəni 3-cü rübdə də üstünə 60 gəlməlisən də. Yəni hara gedir bu? Hə? Belə gəldin 60-a. Şurada sadə bir şeydir də. Bura 60-dır, bura da 60-dır. Qarşılıqlı uzaqdan. Bura 60-dır, bu da 60-dır. Bu 180 plus 60-dır. Yəni neçə gedir bu? 240-a. Başa düşdünüz nə dedim? Deməniz bu 60 onda bu olur, kötücü olur, nə edirsiniz? Deyirəm bu 60-dır, bu qarşılıqlı uzaqdan, bu da 60-dır. Amma bu 180 plus 60-dır. Yəni mən buradan çıxıb bura gələnə qədər neçə dərəcə dönmüşəm? Onu bilməliyəm. Oradan ora gələnə qədər 240 dönmüşəm. Çünki bu açıq uzaq 180-dir, plus da üstünə 60 gəlmişəm. Bəs kotanges necədir? Eyni şeydir. Kotangeslə tangens eyni şeydir. Məsələn, kotanges desək ki, biri nə vaxt alır, nə düşünəsiniz? 45-də alır və bir də kotangeslə tangens alır. Birinci, üçüncü rübdə müsbətdir. 1.45-də alırsa, birdə nə vaxt alır? 145 nə verir bizə? 220. Başa düşüldü bunlar. Bir də bunların periodları var, üstünə periodlar əlavə edə bilərik. Hələ ki, bunları bilək. Yaxşı, gələk 18-ci sualı. Çox uzatdım. Əslində detallar istəyirəm ki, görəsiniz. Test əzbərləməyəsiniz. Siz kötücü bölgü nə vaxt alırdı? 60-da. Birdən neçənci rübdə alırdı? 120. Bu sənə nə deyir ki? Nə deyir ki? Belə qiymət seçsi, bu qiymətlərdən 0-90 arasında olanı götürəsən. Yəni, mən alfanın yerinə qoymalıyam. 60 dərəcə qoymalıyam. 186-ya bölsən neçə eləyər? Hə? 60 toplasan neçə eləyər? 90. Kosinus 90-da neçə olur? Kosinus 90-da. Uşaqlar, kosinus x oxudu. Kosinus x oxuduğuna görə 90-dakı bunun qiyməti nə olur? 0 olur. Başa düşdük. Qayda bilməsi, əzbərim yox, başa düşmək lazımdır. Əgər yüksək nəticə istəyirsən, hər şey detallı başa düşmək. Bəs burada nə istəyirsəndən? Cfx. Biz birinci nəyi hesaplamalıyıq? Cfx nə demək ki? Bunu sil, gətir bunu burada yerinə qoy. Kosinus 60 elədi bu. Kosinus 60-ın qiyməti. Kosinus 60 sinus 30-dan eyni şeydir. 2-də 1 plus 1 elədi. 1,2-də 1, yəni 2-də 3. Çətin olmadı. Mənfi müsbət deyirsə artıq nədən danışır bizə? Rüblərdən danışır. Başa düşüldü də yəqin ki. Kosinus 145-in qiyməti. Kosinus 145-in qiyməti. Buna başa düşüldü də yazmaq istəmirəm. Burada fərqli bir şey varmı? Yox. Gəldim burada. 21 eyni sual. 22-yə baxaq. Üçbucaq necə üçbucaqdır? Hər fərqli sualı izah edeyim ki, evdə baxa bilərsiniz. Çatdıran var mı yoxsa? Üçbucaq necə üçbucaqdır? Beta hansı bucaqdır? Beta hansı bucaqdır? Oturacağa bitişik bucaqdır. Kosinus beta neçədir? Kosinus kötü üst bölgün hansı rüblərdə alır? Müsbət qiyməti nə vaxt alır? 1-də alır, 1-də 4-də. Mən bura 4-cü rübün qiymətini yaza bilərəm bura. 4-cü 270 keçər, üçbucağın daxil bucaqların cəmi aşar. Kosinus birinci dəfə bu qiymət nə vaxt alır? Kosinus sinus 60-da alır, sinus 60-da alır. Kosinus isə 30-da alır, tərsinə edirik. Buralar neçə dərəcədir? Buralar 30 dərəcədir. 30 nə qədər elədir? 60. Təpə bucağı nə qədər oldu? 100. Başa düşüldü də. Bəs 23 üçün düşünək. Tangens bu qiymət nə vaxt alır? 30-da. 30-la 60-ın qiyməti kəllə mayallaqdır. Tangens 30-un qiyməti 1 bölünsün kökətdə üstü. 60-ın qiyməti kökətdə 3 bölünsün 1. Tərsinə çevirirsən də belə, bu qədər bəs. Tangens 1 kökətdə 3 nə vaxt alır? Alır 30-da. Burada beta bucağı. Təpə bucağı nə qədər elədir? 30. 180-dən 30 geçsə Məhəmməd, nə qədər qaldı? Hə? 150-dən də 2 yerə bölsən nə verəcək? Çətin deyil ki. Məsələn, 24-cü suala baxırsınız, Məhəmməd. Burada cədvəl qiymətini bilsən eləmə. Məhəmməd, eləmə. Pi bölü 4-ün qiyməti neçədir? 45-in qiyməti 1. Kosinus 380-ın qiyməti. Kosinus 380-ın qiyməti -1. Buralarda -1 olur. -1. Gəl məxrəcə. Tangens pi bölü 60 dərəcə demək. Tangens 60-ın qiyməti. Tangens 60 artır. Gəl bax. 1 bölü kökətdə 3 30-da olur. Kökətdə 3 bölü 1 60-da olur. 60 deyəndə biz bunu götürürük. 30 deyəndə bunu götürürük. Tangens 60-ın qiyməti neçə elədir? Kökətdə 3 çıxılsın. Gəldik baxaq bu qiymətə. Kotangens 270 nə deməkdir? Kotangens 270, kosinus 270 bölünsün nə deməkdir? Sinus 270. Kosinus 270-də neçə olur? Kosinus 270-də 0. 0-ı da mən bölsəm sinusa edir 0. Pi bölüs nə deməkdir?
60. 60-ın qiymət nədir? Kök ətdə 3 bölünsün 2 hesablayıram. Cədvəl əzbərləmirəm, ancaq belə bunu yazır, öyrənirəm. Yəni mən də belə öyrənmişəm, siz də belə öyrənə bilərsiniz. Pi bölü 4-ün qiyməti başa düşüldü də. Bir dənə burada sizə 1.5 çaşdıra bilər. 1.5 nə deməkdir? Hə? 3-də 2-dir. 3-də 2 nə deməkdir? Çevir dərəcəyə. 270-dəki qiymət neçədir sinusun? Sinus y oxudur. Sinus uşaqlar mənfi 1 demək. Bu oldu neçə? Mənfi 1. Yaxşı, pi bölü 4-ün qiyməti neçə idi? 1. Pi bölü 3 neçə deməkdir? 60. Kotanges 60 əvəzdə mən nə fikirləşə bilərəm? Tanges 30 nə deməkdir? 1 bölü 3. 2 pi nə deməkdir? 360. Tanges 360 nə deməkdir? Sinus 360 bölünsün, kosinus 360. Sinus 360'dan neçə olur? 0 olur. Kosinus neçə olur? 1. 0-da 1'ə bölsəm 0. Pi bölü 6 nə deməkdir? 30. Kosinus 30'un yerinə mən nə fikirləşə bilərəm? Sinus 60. Sinus 60 nə deməkdir? 3 bölü 2. Davamlı olarak hamısı birini öyrənib, o bizlər də onlara yanlışdan alınırdı. Riyaziyyat qadasan varmı? Yox. 26'da görürsünüz bu sual o bizlərdən fərqlidir. Amma bunların nəsi yoxdur uşaqlar? Yox, bax, yumurtaları yoxdur. O zaman bunları nəyə çevirirsiniz? Dərəcəyə. 3 57'ye vurun. 57'ye vurmuş uşaqlar. 60'a vurun kiçildir. 3 60'a vursan 180. 180'den geriye qaçsan 2-ci rüb. Bir de 60'a vursan 1-ci rüb. 4'e 60'a vursan 240. Neçənci rüb? 3-cü rüb. Sinus 2-ci rübdə. Sinus harda müsbətdir? Əzbərləmirəm. Baxıram. Burada müsbət. Qoydum müsbət. Kosinus 1-ci rübdə. Kosinus harda müsbət ümumiyyətlə? 1-4'də müsbət. Burada qoydum müsbət. Tanış 3-cü rübdə nə olur? Bizə lazımdır bu misal nə olsun? Mənfi olsun deyirsə. Onda mən hansı hissəni mənfi götürməliyəm? A kvadrat minus 25'i sıfırdan kiçik götürüb həll edirəm. Kökləri tapıram mənfi 5, müsbət 5. İşarəyə baxıram müsbət, mənfilə düşdü. Mənfi 5, 5 arası. Çətin bir şey varmı? Bu qədər bəsit. 27 eyni sual. Gəlin baxaq burada 28'də. Bu fərqli sual çıxdı ortaya. Bu misalı mən sizə yazmaq üçün 5-6 variant yaza bilərəm. Amma ən asan nəticə onu deyim. Bu misalda sizdən nəyi soruşursa ona birinci diqqətlə baxaq. Nəyi soruşur? Kotanges nə deməkdir? Kosinus bölünsün sinus deməkdir. Onda mən bu ifadələrdən kotangesi almaq üçün mən bu ifadələrin hər birini neçəyə bölməliyəm? Niyə sinusa bölməliyəm? Kotangesin asıl üçün məxrəcində sinus var. Mən bundan hər birini nəyə bölürəm? Sinusa. Bunu da sinusa bölürəm, s yazıram. S başa düşürdü də uşaqlar qısa olaraq simvol olaraq. S-yə bölürəm, s-yə bölürəm, s-yə və s-yə bölürəm. Kosinusu sinusa bölsə nə verir? Kosinusu kotanges verir. Kotanges x. 5. Sinusu sinusa bölsə nə verir? 1. Məxrəcdə nə qalır? 2 üstəcənəsindən kotanges x. Nəyə bərabər oldu ki? Məndən nəyi soruşur? Kotanges. Kotanges yazmağa əvəzinə bunun yeni bir a yazdı. Tənasib olsun. 3 çarpı plus 5. Elə ki bir tənasib. 2 üstəcənəsindən bərabər 2. Tənasibdən nəyə tapıram? Tanges desəydi neyniyərdiniz? Tanges nə deməkdir? Kosinusa bölərsiniz. Yəni bu misalları yazmaq üçün ora baxmalısınız. Tənasib eləmək olar mı? Olar. Axırda nəsə eləmək olar mı? Olar. Amma bəri başdan ən qısa yazılmağın yolu budur. Belə onun oxşarı var mı? Var. Nəyi soruşur sizdən? Neyi necəsiniz? Mən də neyi necəsiniz? Bundan hər birini kosinusa böləcəksiniz. Buyur. Bunu izah elədik. Kosinus bu qiymət nə vaxt alır? Sinus qiyməti 30'da alır da düzdür. Sinus nə vaxt alırdı normalda? 60'da. Sinusun 60'ı nə deməkdir? Kosinus olur. Kosinus təkcə 30'da alınır axı. Həm 1'də alır, müsbət, həm də 4'də alır. Bu da bu şərtə uyğun. Nə yazmalısınız? Onda nə yazmalıyam cavabı? 30. Ayfan yerini 30 qoyub hesablayıram. 30. Bəs bu nə deməkdir? 38'də 6'ya bölsən 30 eləyir neçə? Kotanges 60. Kotanges. Kotanges 60'a nə deyə bilərsən? Tanges 30. Tanges 30 nə idi? Balacası. Başa düşüldü də. Ancaq bir dənə şey əzbərləyim. Cədvəl əzbərləmirəm uşaqlar. Birini öyrənib tərsinə çevirirəm. Gəlin baxaq bu məsələ. Bu məsələlərdə modul varsa əsas önəmli məsələ nədir? Yer dəyişmə olacaq, olmayacaq söhbətidir. Düzdürmü? Birinci ifadə icazdır. Deyən saxda bu qalmasın köşün altında. Reti sirkindir. Reti sirkindir. Aha, gəlin şirin oldu. Demək uşaqlar, siz burada böyük kiçik məsələsini bilsəz, o zaman yer dəyişmə olub olmadığını bilməliyik. Gəlin baxaq, sinus 130 dərəcə hardadır? Biz bayaq dedik axı, müqayisə ilə bağlı məsələlərdə hardaydı sual? Birinci həmişə nəyə baxılır? Birinci uşaqlar nəyə baxmalısınız? İşarə. Gəlin işarəyə bax. İşarə əgər ki bizim köməyimizə gəlməsə, yetməsə, başqa şeylərə baxırıq. Sinus 130 hardadır? İkinci yüzdəki işarəsi nədir sinusun? Müsbət. Bəs bu hardadır?
İkinci ödədir uşaqlar. Cavab neçə eləyir? Hə? Eləyir mənfi. Bəs tanısin işarəsi? Hə? Tanıs bir üçdə işarəsi müsbət. Yaxşı, B-dən A-nı çıxanda sizcə yer dəyişmə olacaq olmayacaqdır? Olacaq bu ifadə A çıxaq B. A-dan A ilə C-ni toplayanda nə çıxar cavabı? Olduğu kimi, yəni nə olacaqdır? Elə A plus C. B-dən C-ni çıxanda yer dəyişmə olacaq olmayacaqdır? Bax, B C-dən nədir? Onda biz bunun yerini dəyişib nə yazmalıyıq? C çıxaq B. Qarşıdakı mənfiyə görə mənfi işarəsi qoyursunuz, işarədə bir-birinə nəsin? Qarışmasın, topluma çıxma getdi. Qeyri bir şey var mı? Yox. Gəldik burada vahid çevrə. Vahid çevrə deyəndə nə başa düşürdük? Nəyi bir idi? Radiusu bir idi. Gəlin vahid çevrəni bizlər baxaq. Vahid çevrədə radius 1 olmalı idi. Və hər hansı bir nöqtə götürsəz, çevrə üzərində, həmin nöqtənin apsisinə x desək, ordinatında y desək. Burada da radiusu 1 götürmüş olsaydıq, Pifagor teoreminə görə mən nə yazırdım? X-in kvadratı üstə gələnsin, sonra bura nə göstərir bizə? Y-in kvadratı bərabərdir 1-ə. Biz buna sonra əsas trigonometrik eyniliyə çevirdik. X-ə nə demişdik? Bura alfa qoysaq. X-ə nə demişdik? Kosinus kvadrat alfa üstə gələnsin, sinus kvadrat alfa bərabərdir 1-ə. Bu əsas trigonometrik eynilikdir. Deməli, X-in kvadratını, Y-in kvadratı həmişə bizə nəyi verməlidir? Nə vaxt verməlidir? Nə vaxt verməlidir? Vahid çevrədə verməlidir. Deməli, X kvadratı bilirsiniz ki, birinci koordinat nə deməkdir? X. X bizim üçün nə deməkdir? Uşaqlar, kosinus deməkdir. Gəlin bir də bunun niyəsini göstərək. Buradan kosinus əlvanı tapın. Kosinus əlvanı nəyə nisbətlidir? Bitişik nə deməkdir? X bölünsün 1. Buradan sinus əlvanı tapın. Sinus əlvanı nə deməkdir? Y bölünsün 1. Deməli, biz bundan sonra kosinus deyənə nə düşünürük? Sinus deyənə nə düşünürük? Y. Bura belə yazıblarsa, koordinata X və Y yazıblarsa, mən bunu nə üçün başa düşürəm? Kosinus. Bunu nə üçün başa düşürəm? Sinus. Kosinusla sinusun əlaqəsi necə oldu uşaqlar? Sağa baxaq. Kosinusla sinusun əlaqəsi necə oldu? Kvadratları cəm 1 olmalı. Onda mən necə eləməliyim? Yəni biz saat nəyə ulaşırıq? Nəyə göstərməyə çalışırıq? M kvadrat üstə gəlinsin. Bəli, mənfi kötü üst bölünsün 2-nin kvadratı 1 eləməlidir. Bunların kvadratları cəm 1-cə çevrə vahid çevrəyə uyğun gəlir. Həmin nöqtə vahid çevrənin üstündədir. Daha dəqiqdir. Yəni M kvadratı. M kvadratı tapacaqsa normal təmlikdir. Neçə ilə bunun hesablanması? 1, 3, 2, 3, 2, 1 hesablayacaqsan, tapassan bilirsiniz. Bu suala baxırsınız uşaqlar. Bu sualda bizə nə istəyir? Radian. Anı tapırıq. Məncə dərəcə çevirmək rahatdır radiana. Bu çevrilirsə dərəcəyə çevirin. Radiana getmir. Radian biraz başarılıdır. 180-də 5-ə bölsən. 180-də 5-ə bölsən. 36 3-ə vursan 108. ABC üç bucağında A bucağı neçə oldu? 108. B ilə C-nin cəmi sənə nəyə verər? B ilə C-nin cəmi nə verər? Çıxanda nə qədər qalır? 70. Sistem təmin yolda olmadı. Burada sistem təmin deyərəm. 96. 2. Sonra da dərəcədə nəyə çevirməlisən? Radiana. 2 B nə qədər elədi dediniz? 96. B nə qədər oldu? B oldu 48. Sonra nə inirsən? Çevirdə dərəcəyə. 180-ə pi 48-də də x yazıb gedər. Çətin bir şey yoxdur ki. Gəldi 34-də. 34-də bizdən nəyə soruşur uşaqlar? Sinus alfa. Sinus alfa nə deməkdir? Qarşıdakı katet bölünsün, bitişik katet. Biz bu balaca üç bucaqdan baxmalıyıq. Balaca üç bucaqda tapa bilsək, rahat işimiz. Qarşıdakı kateti bilirsiniz nə qədərdir? 1 damla. Düzdür, telefon verir. Neçə konkret kvadrat var? Oxu görün, neçə nə var? 9. Bunların hər birinin ölçüsü nədir? Eynidir. 1-dir. X-li nədirsə, adı B-dir. Buna bir birim deyirlər. Buralar hər biri nədir? 1-dir. Bunların hamısı 1-dir. Başa düşdük də. Bizdən bu misalda nəyə soruşur? Sinus alfa. Sinus alfa nə deməkdir? Qarşı katetin nəyə nisbətdir uşaqlar? Hipotenuza nisbət. Bunun qarşındakı kateti bilirsiniz, düzdür. Bura neçə oldu uzunluq olaraq? 1. Və sən buranın uzunluğunu bilirsən, buranı bilirsən. Deməli, görsən ki, balaca üç bucaqda katetlər yarım çıxdı, katetlər. Onda sən bunun başqa qarşılığını tapmalısan. Başa düşdünüz nə deyirəm? Başqa qarşılığı nədir? Bu alfa hansı xətlərin kəsişməsindən əmələ gəlibsə, onların bircə saniyə. Bax uşaqlar. Burada alfa varsa, başqa harada alfa var? Onu istəyirəm sizdən soruşam. Hə? Burada alfa var yoxsa yoxdur? Bura alfa desəm, buradan tapa bilirəm ki, bunu bilirəm, amma bunu bilmirəm. Buranın xeyri yoxdur. Yaş, buranın alfa olması, başqa hər an alfa olması deməkdir əslində.
Buranın da alfa olması demək yoxsa yox. Mən bu üçbucaqdan istifadə etsəm, həmin üçbucağa baxsam, həmin üçbucaqda katetlər bütövdür yoxsa yarımçıqdır? Bütövdür. Qarşıdakı katet neçə damadır? Bitişik katet neçə damadır? 1 dama. Deməli, mən bu bucağın özündən istifadə elədim, tapa bilmədim. Keçdim qarşıya, istifadə eləyə bilmədim, Z-dən keçdim, çıxdım bura. Siz bunun əvəzindən gör, buradan istifadə eləsəydiniz olmazdı. Baxın elə. Bucaqların adları nədir? Belə bax, uyğun da baxa bilərsən. Belə bax, bir də belə bax. Burada hansı qaydanı görürsünüz? Uşaqlar, Z qaydası. Kim istəsəydi, aşağıdakı üç bucağı düzəldirdi. Deməli, bu məsələlərdə mən bu alfadan istifadə edərək, Z-dən gedərək bir dənə bütün üç bucaq qurmalıyam. Sonra nisbət tapmalıyam. Uşaqlar, bura neçə damadır? Bura neçə damadır? Pifaqor teoremini hipotenuzu tapın. 4 ilə 1 topladı neçə elədi? 5. Gəlin sinus alfanı tapaq. Sinus alfa nəyə nisbətidir? 2-nin nəyə nisbəti? 5-ə nisbət. Qarşısı bura deyil, hipotenuz bu deyil. 2-nin nəyə nisbəti oldu? Kökətdə 5. Keçək beta-yə baxaq. Beta-da hal-hazırda bu üç bucağın özündən istifadə etmə şansınız var. Niyə yoxdur ki? Bu katet yarımçıqdır. O beta-nı mən hara göstərə bilərəm? Bura beta demək olar olmaz. Bir dənə düşün. Elə onun da qarşısından net rahat başa düşərsən. Bura beta-dırsa, bura beta olar olmaz. Bəs bura niyə olur ki? Z görsən də. Bura bir beta yaz, Məhəmməd. Bura bir beta yaz. Sonra orada üç bucaq düzəl. O beta nəyin arasında qalıb? Bu xətlə bu xəttin arasında qalıb. Sonra xətləri belə birləşdir. Buradan kosinus tapa bilərsən. Qarşıdakı bitişik katet neçə damadır? 1. Qarşıdakı katet 3. 1-3 olanda hipotenuz lazımdır bizə. Nə qədər edir? Kökətdə 10. Kosinus nəyə nisbət edir? Kosinus beta 1 bölünsün nə olacaq? Kökətdə 10. Gəl bu qiymətləri də burada yeni. Kosinus dedik, kotanist deyildi. Kotanist tapaq. Biz kosinus tapdıq. Kotanist beta nəyə nisbətidir? Bitişiyin qarşıya. Bitişiyin qarşıya nisbət. Bitişik nə qədərdir burada? Bitişik 1-dir, qarşısı 3-dür. Bitişik bölürsən. 1 bölünsün 3. 1 bölünsün 3. Sonra bunları bir-birine yeniyəsən uşaqlar. Biz də kotanist yaddan çıxdı. Asitifin rəsmə olar. Kosinus bölünsün, sinus. Onda 3 binanın birinci mərtəbəsində oradan özünə taşıyaq. Kotanist yaddan çıxırsan, imtihanı niyə gedirsən? Yaxın bir ikdən də heyecanla deyirəm. Heyecanla. Biz kosinus tapdıq, kosinus bölü sinus. O da olar, onu deyirəm. Sinus betani Gəlsən sinus betanı hesaplayasan, sol qulağına sağ əlindən qaçmaqda, yəni fırlanın üstünə çevirsən. Validə ilə rahatça yazır bilər. 35-ə baxırsınız. 35-də uşaqlar cədvəl qiymətini yerinə qoyar. Hipotet nə deməkdir? 45. 6-nı 45-ə vursan. 6-nı 45-ə vur. Neçə eləyir? Vurun da. Neçə? Dəqiq eləyir 270. 230. 200 neçə elədi? 250. Ay, qərərdir. 250. Bəs pi bölünət neçə dediniz? 670. Pi bölünət 45-dir. Siz də 45-ə vursan neçə eləyir? Sinus 135. 270-in qiyməti var da uşaqlar. 270 hələ gedir. 270 bura deyil. Kosinus 270-dəki qiyməti 0. Sürət 0-dır. Məxrəconsda 0-dan fərqli hər hansı bir ədəddir. O zaman bu misalın cavabı 0 olacaq. Sinus 135 hesablamağa ehtiyacın qalır. Yoxdur. Gəldi bu misala. Bu misal fərqli sualdır. Səndə nəyə soruşur? Sinus alfa. Bu üç bucaqda sən sinus alfanı tapmaq istəyirsənsə, əvvəlcə kateti hipotenuzu da Pifaqordan istifadə ilə keçsin. Bitişik katet nə qədərdir? 3. Bəs bu 5 çevrənin nəyini göstərir? Çevrənin radiusudur da 5. Hə, uşaqlar. Burası 5-dir. Bəs bu qırmızı xəttin uzunluğu nə olmalıdır? O da 5. Onda Pifaqordan bura nə çıxar? 4. Sinus nəyə nisbətdir? Qarşı katetin hipotenuza nisbət. Yəni yazacağam ki, sinus alfa nəyə bərabər oldu? 4 bölünsün 5-ə. Bəs kosinus alfa nəyə bərabərdir? O da lazım olacaq. 3 bölünsün 5. Həmin o qiymətlər gətir burada yerinə qoy hesabla. Qarşıdakı 3 onun nəyidir? Bunun əmsalıdır. 3 vurursun 4 bölünsün 5, çıxılsın 2 vurursun. Kosinus alfa neçə oldu uşaqlar? O da 3 bölünsün 5 oldu. Çətin bir şey var. Bu sual hansı sual oxşuyur? Deməli, bəlkə sualdan. Bu alfanın özündən istifadə etmə şansın var. Bax, gör belə edəsən. Hə? Var da, niyə yoxdur ki? Bir dənə bax. Burada neçə dama var? 2 dama. Bəs burada neçə dama var? Katetlər bütövdürsə, hipotenuzla bizim işimiz yoxdur. Hesablama olar da. Gəlin tangent sərfəni hesablayaq. Burada neçə dama oldu? 2 dama.
Tanist deyəndə sən onsuz da hipotenuzu istifadə eləməyəsən, ona görə də katetçiyi tapma, hipotenuzu tapma. Tanist nəyə nisbət edir? Tanist. Qarşıdakı nə qədərdir? 2 nə qədərdir? 2 bölünsün 1. Keçək nə hesablayaq uşaqlar? Kosinus beta. Bu betada sən buradan istifadə edə bilirsən. O zaman bu betanın qarşılığını tapaq. Bura betadırsa, sizcə başqa hara betadır? Siz nə baş verməlidir? Bu qırıq xətləri görürsünüz. Bu qırıq xətlər elə yerdən gəlib keçməlidir ki, birləşdirəndə bütöv alınsın. Bura qədər çəksəydik, uzaq tamamlarda alınmazdı. Bura qədər geçsəydik, hara qədər getməliyik? Niyə yeyə qədər getmək istəyir ki? Tamam. Bura betadırsa, onda hara? Onda buranı da düzəstsən. Tamamdır alınmır. Aşağıdakı katet neçədə amadır? Yuxarıdakı katet? Hə? 4. Kosinus nəyə nisbət edir? Hə, deyirsən bura 3, bura 4 isə, tutaq oradan, betonuz nə qədər çıxmalıdır? 5. Kosinus beta nəyə nisbətlidir? 3 bölünsün 5 olacaq. Qeyri-adi bir şey var burada. Tamam. Bu net. Uşaqlar, bunu məsələn şərtini oxuyun. Aha. Maşın belə deyək də, avtomobil əvvəlcə 3 km getdi, sonra 5 km getdi. Avtomobil nə qədər yol getdi? Toplamırsan, bu da çevrə üzərində hərəkətdir, eyni vəziyyətdədir. Əvvəlcə avtomobil nə qədər gedibdir? 5,45. Özə sıfırdan başlayır, görürsən, A nöqtəsindən çıxıbdır. Sadə qərəbin hansı istiqamətində? Əks istiqamət. Əvvəlcə nə qədər yol getdi? 5,2. Sonra nə qədər yol getdi? Gəldi çıxdı hər hansı bir nöqtəyə, sonra təzədən 13 bölünsün. Nə qədər getdi deyir Nərgiz? 4. Nə qədər yol getdiyini tapmaq üçün mən nə eləməliyəm? Orta məxləz. 4-ə getməsi neçəyə vurdum? 2-yə. 2-yə vuran neçə elədi? 13 gələndə 23 bölünsün 4. Uşaqlar, çevrə neçə dərəcədir? 360. 360-dan bu elətdə olsa mən neyin yərəm? 360-a bölüb qalığı götürürəm. 23 pini tam və kəsirsiyə çevirin. 23 pini. Onda 3 pi yazaq, 5-ni 4-ə bölməkdə. 5 pi, üstəcənəsi nə deməkdir bu? 4-də 3 pi demək. Düz yazdım, səhv yazdım. 23-ü 4-ə bölməsə edir? 5, qalıq nə qədər olur? Sizcə 5 pi hara gəlib çıxır? 5 pi. Uşaqlar, bu sıfırdır. Bura neçəyə düşdü? Piyə. Pinin üstünə bir dənə də pi gəl. Neçə edir? 2 pi. 2 pinin üstünə bir dənə pi gəlsən. 3 pinin üstünə bir dənə də pi gəlsən. 4 pi. Onda bütün cütpilər harada yerləşir? Bütün cütpilər hara gəlib çıxır? A-nın üstünə, hə? Bəs bütün təkpilər hara gəlib çıxır? 180-ların üstünə düşür. Bəyə bax. Bilirsiniz bütün 5 pilər hara gəlir? 5 pilər hara gəlib çıxacaqdır? 5 pilər. Bütün 5 pilər deyəndə uşaqlarla ümumiləşdiriləndə 5, 7, 9 bütün təklərdən danışıram. Bütün təkpilər gəlib bura çıxacaqdır uşaqlar. Bu təkpilər. Bütün cütpilər hara gəlib çıxacaqdır? Hayır. Bu 5 piyə qədər gəlibdir. Həmişə olur. Bu həmişə belədir. Çünki gəlib çıxması buradır. Düzdür? Bu 5 piyə gəldi. 5 pidən sonra təzədən nə qədər getdi? 3 pi böl 4 nə deməkdir? Dərəcəyə çevirin. Dərəcədən istəyir bizə cavab. Pi böl 4 nə deməkdir? Pi böl 4 nə deməkdir? 45. 45-i də 3-ə vur. Hə? 135. Sən təzədən 180-dan sonra nə qədər gələcəksən? 180-dan sonra 135 gəl. Neçə eləyir? 215. Deməli sən gəlib çıxmalısan avtomobilinə 215 dərəcəyə. 315. Nə bilim, siz deyirsiniz mən yazıram da. Uşaqlar, 180-dan sonra düşünün də. Bura gəlmədi 180. 180-da neçə verəcəksiniz? Toplama çıxma bilmirəm. Uşaqlar, 180-də 4-ə bölsən 45. 3-ü 45-ə vursan 135. 315. Bu da elə neçə dərəcə? 315. Hal-hazırda avtomobil bax buradadır. Aha, bizim yaşa bir dənə avtomobilimiz var. Avtomobil buradadır. Sizcə bizdən nəyi soruşur? Bir dənə baxın. A1 bucağını soruşur. A1 bucağının özünə hansı qiymətini soruşur? Kiçik qiymətini. Nə demək ki, kiçik qiyməti? Adam B'yə gəlmək üçün 40 kimi düşünün. Neçə yolunuz var? Adam B'yə gəlmək üçün. Fırlanırsan, sadə qərəbin əkisindən gəlirsən, bir də qısa yoldan gəlirsən. Uzun yoldan gəlsən, neçə dərəcə dönməlisən? Uzun yoldan. Sadə qərəbin əkisinə fırlansan, 315 fırlanarsan. Və sadə qərəbin öz istiqamətində fırlansan, nə qədər fırlanmalısan? 360-dan nəyə çıxmalı ya? 315. Çıxa biləsiniz, ona mən çıxım.
315 saniyə qədər qalacaq uşaqlar. 45. Kiçik bucağı soruşsa nə deyəsiniz? Böyük bucağı soruşsa hansı gedişləri izlədik? Təzədən. Əvvəlcə Məhəmməd nədir? Topladıq. Sonra nəyə ayırdıq? Tam kəsir hissəni. Əgər bu 4pi olsaydı ara gəlib düşəcəkdi. A nöqtəsinə, A nöqtəsinin üstünə əlavə edəcəkdiniz. Kim əgər belə hesablamaqda çətinlik çəkirsə, nə edə bilər? Normalda 180-ləri 4-ə bölürsünüz. 180-ləri 4-ə bölürsə neçə edir? 45. 23-ü vurursunuz 45-ə. Başa düşdünüz nə deyirəm? Sonra 23-ü vurasınız 45-ə. 23-45-ə vursa nə qədər edir? 1035. 1035-i biz nə eləməliyik? 360-a bölməliyik. 1035-ə bölsə 360-a nə qədər edəcəkdir? 2 tam. Yəni nə çıxmazsınız? Hə? 360-ı 2 dəfə dövr eləyəndə neçə dövr eləyir? Nə qədər olur uşaqlar? 720. 1035-dən 720-ni çıxırsınız. 1035-dən 720-ni çıxırsınız. Nə qədər qalır? Qalır 315. Yəni göstərdi ki, avtomobil gəlib para çıxıbdır. 315-ə. Böyük bucaq desə 315, kiçik bucaq desə 45. O 5000-i tapmağa çətinlik çəkirsinizsə, bunu birbaşa çevirin dərəcəyə, oradan hesab edin. Təklər gəlir 180 kilometrə, üstə çətin olur. Yəni, çətin olsa elə eləyə bilər. Yox, gələn çətin. Bu. 40-cı suala baxdınız. Hansı istəsəz eləyə bilərsiniz. 40-dakı balaca uçbucağın özünə istifadə etmə şansımız var. 100. Bax gör, katet bütöv verməyə baxır. Mümkün deyil. Katet bütöv deyil. Bu alfa hara aparaq? Bu alfa harda başqa alfadır? Bu alfa burada alfadır. Oradan istifadə etmə şansın yoxdur. Başqa haradan istifadə edə bilərsin uşaqlar? Niyə? Z axtarın da uşaqlar. Z qaydasında. Başqa bir alfalar olmaz. Olur. Bir dəqiqə. Z-i görür hərkəs burada. Hə? Görmədi Z-i. Elə bir Z yoxdur. Boşlu zəif təbii. Z uşaqlar. Yaxşı, biz bu uçbucaqdan istifadə edəyək. Sizcə bu uçbucaqdan istifadə eləmək istəyirəmsə, mən o uçbucaqdan istifadə eləmək istəyirəmsə, mən bu xəttləri hara qədər uzadacam? Biz hara qədər uzatmalıyam? Onu ancaq diaqnaldan diaqnala uzatmalıyam, küncdən küncə uzatmalıyam. Burada başladı. Növbətdə dəfə künc harada yaranırsa saxlayacam. Künc deyil, küncün aşağısından keçir. Küncün üstündən aşağısından, üstündən aşağısından, küncün özünə qədər. Biz buradan istifadə eləməliyik. Bildiniz hara qədər? Küncdən küncə getməlidir. Nicanı tapaq. Düzəldin bu uçbucağı. Nə istəyirsən mən? Tandi sayfa. Qaç neçə xətət var sayında? 1, 2, 3, 4, 5, 6, 7. 1, 2, 3, 4, 5. Tandis nəyə nisbətidir? Hə? Qarşı katetin kiçik katet. Qarşı katet nə qədərdir? Qarşı katet. 7 bölünsün 5. Vurulsun. Kotandes nəyə hesablanmalısınız? Betan. Mən bunu silməliyəm ki, rənglər bir-birinə qarışmasın. Betaya baxaq. O betanın özündən hal-hazırda istifadə etmək mümkündür, yoxsa yox? Olmur. Bu beta sonra harada betadır? Bu beta. Nəsil tapında. Orada mən uçbucaq yaradır. Bu beta. Başqa şeydə harada betadır? O birisi ki. Diaqnal, deus künsü var. Belə desəm olar olmaz. Olar. Bura beta olar olmaz. Hə? Yaxşı. O mən bu betanı, bura beta yazmışamsa, bu xətti ara qədər uzatmalıyam. Bu qara xətti görürsünüz, özləri çəkiblər. Bu xətti gətirin. Elələn ki, betanın küncünə çatanda çəkilir gücəldir. Qarşıda nə qədər katet var? Sayın burada. 1, 2, 3, 4, 5. Bitişik neçə katet var? 2. Kotanist nəyinə nisbətidir? 2-nin 5-ə. 2-nin 5-ə nisbət. Burada yazmalısınız neçə? 2 bölünsün 5. Bunlar da bir-birinə nə eləmək lazım idi? Vurmaq. Onsa şəklinə diqqətlə baxanda özləri rəngləyiblər. Sadəcə baxmağınız lazımdır şəklə. Çəkir o varı. O da bizim gündə deyil. Yaxşı, gəldik buradan. Uşaqlar, birinci bölməni demək olar ki, bitiririk. Ən aşağısından bir iki bölümə baxa bilərik. Bu da bir işdir. Mən şərtə uyğun baxıb yazmalıyım. 42-də. 41-də nə edəcəksiniz? 41-də Nə edərsiniz? sinus bölməni ya da Nəriz? Tangent kotanges soruşmursa, o zaman bölməyə eləmirik. Bəs bu şərt nə deməkdir bizim üçün? Alfa nisbətlə 90 nə deməkdir? Nə deməkdir? Yəni, bura neçə dərəcə olmasını göstərir? 90 olmasını göstərir. Yəni, bu uçbucaq necə uçbucaqdır? Yəni, mən burada trigonometrik nisbətləri istifadə edə bilərəm. Trigonometrik nisbətləri sən bu uçbucaqda istifadə edə bilməzsən. Bu uçbucaq ixtiyari uçbucaqdır. Sən burada trigonometrik nisbəti istifadə edə bilmirsən. Çünki nisbət dediyin katetini betonuza nisbətdir. Burada katet yoxdur, betonuz yoxdur. Nisbətləri düzəltmək üçün bizə düzbucaqlı uçbucaq lazımdır. Bunu başa düşdük hal-hazırda. Gəldik bu məsələyə. Burada kosinus betadan danışılır. Kosinus beta nə deyəndir? Yəni nə yazmalısan? A bölünsün C. Sinus beta nə deməkdir?
Sinus beta B bölünsün C. Keçirəm məxrəcə. Baxıram. Kosinus əlfa nə deməkdir? Alfa ilə baxmalısan yuxarıdan. Kosinus əlfa B bölünsün C. Üstə gəlmişsin. Sinus əlfa A bölünsün C. Bərabər neçəyə işlə bilir? Tənasüb bir də ortaq məxrəci vurur, topla çıxdırırsınız. Çətin bir şey var. Ortaq məxrəc C eləyəcəksiniz. Bölündə seriyə gedəcəkdir. A B-nin əmsalı, B A-nın əmsalı düzələcək. Axıra çatdırmaya ehtiyac var. Bundan sonra rəsmən kəsir. Gəlin burada uşaqlar sual ətraflı deyil, ətraflı olmadığı üçün və biz də cavab uyğun yazaq. Bura neçə cürübdür? Birinci cürüb. Tanis neçə alıbdır? 1. Tanis müsbət birəsində harda alır? Həm 45-də, sonra harda alır? Üçüncü cürübdə. Üçüncü cürübün üstündə 45-də, üçüncü cürübün üstündə 45 demək, biz 80-dan sonra 45 deməkdir. 225. Biz nəyi götürmək məcburiyyətindəyik? Birinci cürüb. Demək, alfa nə götürürsən? 45. Alfanın yeri 15. buranın 45 eləməsi nəyə çatışmır? 15. Onda burada bir 15 qoy. Onda burada bir 15 qoy. 75 15. 90. Sinus 90'ın qiyməti 1. Artıq cədvəl əzbərləməliyəm. 75-dən 15 çıxanda. Kosinus 60, sinus 30'dur. 2-də 1. Başa düşüldü. Əslində oxunacaq heç nə yoxdur uşaqlar. 3 dənə qaydan bilirsən yazırsan. Bu da. Belə. Yaxşı, sinus tanlis 0 nə vaxt dar? Bilirsiniz. Gəlin sizə bir şey deyim. Tanlis nə deməkdir? Sinus bölünsün kosinus. Bir kəsirin 0 olması üçün Məhəmməd, harasının 0 olması lazımdır? Sürətli. Demək sinus 0 olmalı. Sinus harada 0 olar? Sinus burada 0 olar, bir də burada 0 olar. Biz alfanın qiymətini hara qoymalıyıq? Harada yerləşməlidir? 0.90 deyirsə, hansı qiyməti götürməliyik? 0. Başa düşüldü. Alfanı nə başa düşdün? 0. Alfanı yenə 0 qoy, cədvəl qiyməti hesablayacaqsınız. Aydın olur. Göstər uşaqlar uyğunluqlardır. Bunu zaten mən sizə işarəsini demişəm. Birini göstərə bilərəm. Sinus müsbətdir. Harada müsbətdir? 1-də, 2-də. Kosinus nədir? Kosinus harada mənfidir? Kosinus 2-3-də mənfidir. Eyni şeylər olduğuna görə ikinci cürübdən danışırıq burada. Sonra qalan şeyləri uyğunlaşdıra bilərsiniz. Bitdi mi bu? Bitdi. Bu oldu trigonometriya neçənci bölmə? Birinci bölmə. Bunu verək yaddaşa. Sonra uşaqlar.